Salam dostlar. Bugün 6 may müqəddəs Georgi bayramı günüdür və biz də gedirik Qaxın dağın üstündə olan qədim Georgi kilsəsinə. Düzü havaya görə düşünürdüm ki, bu qədər insan gəlməz yəqin ki bura. Amma yağış palçıq olsa da yüzlərlə insan bura gəlmişdi. Yer palçıq olmasına baxmayaraq hər kəs buradan yuxarı qalxır. Hətta bəziləri ayaqyalın bu yolu qalxırdı. Onlar əhd eləyirlər ki, mən bu kilsəni ayaqyalın qalxıb düşəcəm. Yol çox da uzaq deyil idi. Demək olar ki, gəlib çatdıq. Mən burada şam alıram ki, yandırıb dua eləyim. Yol boyu bir neçə yerlərdə şamlar satılır. İnsanlar şamlardan alaraq buralarda yandırıb arzu tuturlar. Biz də qüdrətlə burada şamlarımızı yandırdıq. Arzularımızı tutduq və dedik ki, kilsənin içinə girək, orada da şam yandıraq. Cəmaət bura içəri girir, dua eləməyə. Hacı isə burada simiska çıxdı. Kilsənin içində də arzu tutub şamlarımızı yandırdıq. Bəzən də Kürmük kilsəsi deyilən bu kilsənin bərpası 1894-cü ildə olub və 1-3-cü əsrə aid məbəd olduğu deyilir. Burada hər kəs şam yandırdığı üçün içəri çox isti idi. Çölə çıxdıq və burada da insanlar kilsəni 3 dəfə fırlanırdılar. Həmçinin ağaclara parça bağlayırdılar. Hətta toyuq gətirib kilsədə qurban kəsirdilər. Kilsənin yuxarısında belə bir böyük daş da var idi. Buraya da çoxlu insanlar yığılıb həm mənzərəni seyr eləyir, həm də şəkillər çəkdirirdilər. Mən də mənzərəyə baxarkən bir də gördüm, vay! Qardaş ayaqyalan çıxıb ayağı qan qoxu olmuşdu. Kürmük kilsəsindən aşağı düşdük və burada da cəmaət məclis qurmuşdu, yeyib içirdilər. Siz də Alban Həvari kilsəsi və ya Gürcü Pravoslav kilsəsinə gəlmək, bu bayramı qeyd etmək istəyirsinizsə, 6 may və ya 23 noyabr qaxa gəlib buradakı bayram abu-havasını görə bilərsiniz. Bu günlük turumuz bu qədər. Sizə gürcücə söz deyim, sonlandıraq. Meşen big var. Tazar şişe valada, iksan tel zavanate, şeze de vila çebaçum.